Salam əziz şagirdlər, bugün riyaziyyat 6-cı sinif 2-ci hissə iş dəftərindən səhifə 61, 62-də olan tapşırıqların izahını verəcəm. Birinci tapşırıqda bizdən istəyir ki, düz üçbucaqlı prizmanın açılış şəklinə əsasən boş xanalara uyğun ölçüləri yaz və tam səthinin sahəsini tap. Baxırıq A variantına. Üçbucağın oturacaqlarının tərəfləri bizə verilib 5. Buraya yazırıq 5. Oturacağı çəkilən hündürlük 3'dür. Yan tillər, hündürlüklər 4'dür. Bu üçbucağın bu hissəsi, yəni oturacağı 8-dirsə, onda burada da bura və bura 8 olacaq. Yəni burada çıxanaya yazacağıq 8. Tam səthinin sahəsini tapmaq üçün üçbucağın sahəsini tapmalıyıq, yəni oturacağın. Üçbucağın sahə düsturu 2'də 1 vurulsun. Tərəf vurulsun həmin tərəfə çəkilən hündürlük. Tərəfimiz 8'dir. Həmin tərəfə çəkilən hündürlük 3'dür. İxtisar edirəm. Sahəsini tapıram 12. Üçbucaqların sahəsi 12'dir. Tam səthinin düsturu da S tam prizma üçün yazıram. S tam bərabərdir. 2S oturacaq. Üstə gəl, S yan. Prizmaya aiddir bu düstur. Həmçinin silindirdə də belədir, belə saxlayaq. İndi yan səthini tapaq. S yan bərabərdir. Baxın, yan səthindəki düzbucaqlılara baxırsınız. Birinci bura baxırıq. Baxın, budur biri. Demək, bu düzbucaqlının eni, uzunluğu bura 4'dür. Həmçinin bura, baxın bura. Burada olacaq 5. Nəyə görə? Baxın, bu üçbucaq olan bu üzü, baxın bu üzüdür. 5, 4. O açılıb bura. 5, 4. Həmçinin burada da eyni ilə, bura 4'dürsə, burada 4'dür. Bu da 5, 4, 5. O da açılıb bura. Yəni bunun bu hissəsi bura 5'dir. 5'i vururam 4'ə. Üstə gəl. İndi bura üçün sahəni yazacağım. Baxın bura üçün. Burada da 8'i vuracağıq 4'ə. Nəyə görə? Çünki baxın, bura 8'dir. Burada 4'dür. En vurulsun uzunluq. 8'i vururam 4'ə. Üstə gəl. Bu da bununla eyni. Yine yəni bura 4'dür. Burada 5'dir. 5 vurulsun 4. Bərabərdir. 20, 32, 20. 20 ilə 20'ni toplayıram 40. Üstünə də 32 gəlirəm. 72. Tam səthin sahəsi 2 vurulsun. Oturacaq, yəni üçbucaq. Üstə gəl, yan səthi. Bərabərdir. 24 və 72'ni toplayıram 96. Keçik B variantına. B variantında yine bu üçbucaqlar bunun oturacağıdır. Baxın, üçbucağın hündürlüyünü bizə burada neçə göstərir? 16. Hündürlüyü göstərir ki 16'dır. Burada da eyni ilə hündürlüyə bura nə yazacağım? 16. Üçbucağın oturacağının hündürlüyü. Daha sonra həmin bu üçbucağın, baxın, bu oturacaq hissəsi 24'dür. Yəni buradan söhbət gedir. Onda buraya yazacağım 24. Daha sonra bizə burada nə verilibdir? Bizə verilib, baxın, bu hissə 12, bir də bura verilib 20. Yəni 12 ilə 20'dir. Baxın, bunun bir üzü. Həmçinin bu 12 ilə 20 bu biri tərəfdə də var. Baxın, bu buradadır. 12 ilə 20. Yəni bunlardır. Onlar. Deməli, buraya yazıram 12. Burada yazıram 20. Bu yəni bu oturacaqdakı üçbucağın tərəfləridir. 20'dir. Baxın, 20. Burada da bura 20'dirsə, burada 20'dir də, bu üz paralelogramdır. 20, 20. Yəni burada da bura 20, bura 20 olacaq yenə. Buraya yazıram 20. İndi B variantı üçün əgər biz üçbucağın sahəsini tapmaq istəsək, 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Tərəfi 24'dür, həmin tərəfə çəkilən hündürlük də 16'dır. İxtisar edirəm 8. Deməli 2 yazıram, 3 yadda, 16 da 192. Üçbucağın sahəsi 192 etdi. İndi yan səthinin sahəsini tapaq. S yan bərabərdir. Deməli buranın sahəsini tapmaq istəsək, olacaq 12 vurulsun 20. 12 vurulsun 20 üstə gəl. Buranın sahəsini tapmaq istəsək, bura 24'dür, burada 12'dir. Çünki bura 12'dirsə, burada 12'dir. 12 vur 24.
Üstə gəl. Sonra qaldı buranın sahəsini tapmaq. Burada da eyni ilə bura 20, burada 12 olacaq. Çünki bu üçbucağın bu açılan üz bura 20'dir. Bunun da eyni olur da həmin üz. Bura 12-dirsə burada 12'dir, bura 20'dir, burada 20'dir. 12 vurulsun 20. Bərabərdir. 12'ni 20'yə vururum 240. Burada da 240'lar toplayıram. 480. Bir də 12'ni 24'ə vururam. 8, 4, 4, 2. Bu da 288 toplayıram. 8, 6, 1 ya da 768. Yan səthi oldu 768. İndi tam səthi tapmaq üçün 2'ye oturacaq. Yəni 2 vurulsun 192. Üstə gəl 768. Bərabərdir. Deməli 2'ni 192'yə vuranda 2 vurulsun 192. 384 edir. Üstünə də 768 gəlirəm. Edəcək 1152. Baxırıq C bəndinə. C bəndində deməli üçbucağın hündürlüyü 2,5'dir. Üçbucağın hündürlüyünə bura 2,5 yazırıq. Daha sonra bu üçbucağın tərəfləri 6,5, 6,5'dir. 6,5, 6,5. Daha sonra yan tilləri 3'dür. Görünür burada bunlar, yəni bunlar hamısı 3'dür. Baxın bunlar 3'dür. Sonra bizdən üçbucağın oturacağını tərəfini istəyir. Baxın oturacağı 6'dır. Üçbucağın oturacağı 6'dır. Burada yazıram 6. İndi tam sətini tapmaq üçün birinci oturacaqdakı üçbucağın sahəsini tapırıq. 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. 2'də 1'i vururuq, tərəfi 6'dır üçbucağın. Həmin tərəfə çəkilən hündürlük də 2,5'dir. İxtisar edirəm 3, o da edir 7,5. Oturacağı tapdıq. İndi yan səthi tapaq. S yan bərabərdir. Yan səthində demə bura 3'dür. Burada 6,5'dir. 3 vurulsun 6,5. Üstə gəl. Daha sonra yine burada 3'dür. Burada 6'dır. 3 vurulsun 6. Bu da 3 vurulsun 6,5. Yəni buranı nəzərdə tuturam. 3 vurulsun 6,5. Bura 3'dür. Burada 6,5'dir. Deməli hesablasaq 3'ü mötərizə xaricinə də çıxara bilərsiniz. Edəcək 57. Tam səthi tapmaq üçün 2 vurulsun. S oturacaq. Üstə gəl. S yan. 2'ni 7,5'ə vururam. 15. 15'in üstünə 57 gəlirəm. Edir 72. Keçirik D variantına. Baxırıq D variantına. D variantında əvvəlcə həmişə çalışın. Bura baxın ki, qarışdırmayın. Üçbucaq oturacağa baxırıq. Üçbucaqda tərəfləri də 5'dir. Hər ikisi. Tərəflər 5'dir. Deməli bu hissələr 5'dirsə, buradan açılan buralar da 5'dir. Buraya yazıram 5. Həmin üçbucağın oturacağına çəkilən hündürlüyü 3'dür. Buraya yazıram 3. Sonra deməli yan tillər, prizmanın yan tilləri 8'dir. Bu üçbucağında oturacağı 8'dir həmçinin. Deməli üçbucağın bu oturacağı da 8'dir, bura 8'dir. Bu yandakı tillərimiz də 8'dir. Yəni bura və yaxud bura 8'dir. İndi S oturacağı tapaq D bəndi üçün. Yəni üçbucaqdır da. 2'də 1 vurulsun, tərəf vurulsun hündürlüyü. 2'də 1'i vuracaq. Tərəfimiz 8, həmin tərəfə çəkilən hündürlüyü 3'dür. Edəcək 12. İndi yan səthini tapaq. S yan bərabərdir. Bir yanı buradır. Açılan üzlərdən 8 vurulsun 5. 8 vurulsun 5 üstə gəl. Digər yanı buradır. Burada 8'dir. Burada 8'dir. Olacaq 8 vurulsun 8 üstə gəl. Digər yanımızda 8 vurulsun 5. 8 vur 5'lər 40 eləyir. Bu da 64 eləyir. 64, 40 elədi 104. Bir dənə də 40 gələndə üstünə 144. 2 vurulsun. S oturacaq. Üstə gəl. S yan bərabərdir. 24 ilə 144'ü toplayıram. Eləyir 168. Birinci tapşırığımız bitdi. Keçirik ikinci tapşırığa. Düz üçbucaqlı prizmanın tam səthini sahəsini tapmalıyıq.
Birinci üçbucağı tapırıq, yəni oturacağı. Oturacağımızın tərəfi 16'dır. Həmin tərəfə çəkilən hündürlük 15'dir. 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük, yəni 2'də 1 vurulsun, 16 vurulsun, 15. Edəcək 120. İndi yan səthini tapaq. S yan bərabərdir. Baxın, yan səthinin biri budur. Ölçülər 6 və 17'dir. 6 vurulsun, 17 üstə gəl. Digər yan səthi buradadır. Burada 6'dır. Bunlar hamısı 6'dır. 6 və 17. Buranın sahəsi yenə 6 vurulsun, 17 üstə gəl. Biri də baxın, bu arxadaşı bara budur. Baxın, budur. Bir tərəfi 6'dır, bir tərəfi də 16'dır. 6'nı 16'ya vuracaqsınız. 6 vurulsun, 16. Bərabərdir. Deməli, burada 6'nı mötərizə xaricinə çıxara bilərik. 6 vurulsun, 17 üstə gəl, 17 üstə gəl, 16. Deməli, toplayaq. 17, 17, 34 eləyir. Üstünə 16 gəlsəm 50, 50'ni də 6'ya vursam edəcək 300. Yan səthini də tapdıq. Tam səthi tapmaq üçün nə etməliyik? 2S oturacaq, üstə gəl, S yandı da düsturumuz. S tam bərabərdir 2. S oturacaq, üstə gəl, S yan. 2 vurulsun, 120, üstə gəl, 300. 120'ni 2'yə vuram, 240, 300'lə toplayıram, 540. Tam səthin sahəsini tapdıq, 540 kvadrat metr. Keçirik B bəndinə. B bəndində üçbucaq, yəni S oturacaq da yaza bilərsiniz. S oturacaq. Bura. Tərəf 24'dür. Həmin tərəfə çəkilən hündürlük də 5'dir. Onda yazıram. 2'də 1 vurulsun, 24 vurulsun, 5. Edəcək 60. İndi S yanı tapaq. S yan bərabərdir. Yan üzlərindən biri budur. 13 və 6 ölçüləri. 13 vurulsun 6 üstə gəl. Bu yan üzün biri də buradadır. Bu tərəfdə. O da 13 ilə 6'dır. 13 vurulsun 6 üstə gəl. Bir üzü də baxın buradır. Bu da 24 ilə 6'dır. Yenə biz 6'nı mötərizə xaricinə çıxarıb həll edə bilərik. Bərabərdə 6 vurulsun. 13 ilə 13 toplayıram. 26. 26 ilə 24'ü toplayıram. 50. Onu da 6'ya vuranda 300. Onda tam səthin sahəsini tapmaq üçün 2 vurulsun. S oturacaq. Üstə gəl. S yan. 120 ilə 300'ü toplayıram. Edir 420 kvadrat metr. Keçirəm C bəndinə. Yenə oturacağımız, yəni üçbucaq. Tərəfi 1,8'dir. Həmin tərəfə çəkilən hündürlüyümüz də 4'dür. Yəni buraya yaza bilərəm. Bu A'dır, bu da H. A'dır. A tərəfinə çəkilən hündürlük. İxtisar edirəm. Oturacağın sahəsi 3,6. İndi yan səthin sahəsini tapaq. Yan səthinin biri budur. 4,1 ilə 1 ölçü. 4,1 vurulsun 1 üstə gəl. Həmin yan üzün biri də baxın buradadır. 4,1 ilə 1. Üstə gəl. Biri də buradadır. Baxın burada. 1 ilə 1,8 ölçüləri. Toplayırıq. 4,1'i 1'ə vuranda 4,1 eləyir. Toplayanda da edəcək 10. Yan səthi də tapdıq. İndi tam səthi tapmaq üçün 2 vurulsun. S oturacaq, yəni 3,6 üstə gəl 10. 7,2 üstə gəl 10. O da edəcək 8,2 kvadrat santimetr. İkinci tapşırığı da bitirdik. Keçirik tapşırıq 3'ə. Bu dəfə deyir, silindrin açılışına əsasən boş xanalara uyğun ölçüləri yaz. Deməli, mərkəzdən çevrəyə qədər olan məsafə radiusdur. Burada da göstərir ki, radiusu denən radiusumuz oldu 1.
Sonra bunun burada hündürlüğü 80'dir. Buraya yazırıq 80. Yine burada radiusu soruşur 1. Bu da yan səthin açılışıdır. Yəni 2 pi r. Dairənin uzunluğudur bura. Buradan qeyd edirik. 2 pi r'dir bu. R 1'dir. Pi 3,14'dür. Yəni 2 vurulsun, 3,14 vurulsun 1, 6,28. Yəni buraya yazırsınız 6,28. İndi tam sətini tapmaq üçün S tam bərabərdir. 2S oturacaq, üstəgəl S yan. 2 vurulsun, oturacağın sayısı pi r kvadratıdır. Üstəgəl yan səthi də 2 pi r h-dır. Yazırıq ki 2 vurulsun, pi-nin yerinə 3,14 qoymaq. 3,14 vurulsun, r 1'dir, 1'in kvadratı üstəgəl. 2 vurulsun, yenə 3,14. Yox, bunun yerinə 2 pi r. 2 pi r bizə hazır verilib. Yəni özümüz tapdıqda bizə deyir ki, bunu hazır yaz. 6,28. 6,28 vurulsun, hündürlük də buradadır 80. Vurulsun 80 bərabərdir. Deməli edəcək. Deməli 3,14'ü 2'yə vururam. 6,28 üstəgəl 6,28 vurulsun 80. Edəcək 508 tam %68. 3,14'ü mötərizə xaricinə çıxararaq da yaza bilərsiniz. Daha doğrusu 6,28'i bunu vuranda 6,28 eləyir. Mötərizə xaricinə çıxar. Birbaşa 81'ə vurmaq olar. Keçirik B variantına. Görürsünüz ki, burada bizə verilən radius 6'dır. Çevrənin mərkəzindən çevrəyə qədər olan məsafə. Radiusları yazdıq 6. Deməli, burada hündürlüyü 20'dir. Deməli, burada yazıram 20. Burada 2 pi r'dir. 2 pi r'də hesablayaq. Deməli, 2 pi r. 2 vurulsun, 3,14 vurulsun, elimizdə 6'dır. 2 vurulsun, 3,14 vurulsun 6. Edəcək 37 tam %68. İndi tam səthi tapmaq üçün S oturacağı tapaq. Pi r kvadratı. 3,14 vurulsun, r'in kvadratı. Edəcək 113 tam %4. S-yan da bərabərdir. Bu dəfə ayrı-ayrı tapdıq deyəsən. S-yan da bərabərdir. Deməli 37 tam %68 vurulsun 20. 37 tam %68'i vururam 20'yə edir 753 tam onda 6. Yazaq. S tam bərabərdir. 2S oturacaq. Yəni 2 vurulsun 113 tam %4. Üstəcəl 753 tam onda 6. %979 tam %68. Yəni fərqi yoxdur. Burada birbaşa yazdım. Burada ayrı-ayrı tapıb sonra hesabladım. Keçirik 4-cü tapşırığa. 4-cü tapşırıqda silindrin tam səthinin sahəsini istəyir. Kalkulyatordan istifadə edə bilərsiniz. Tam səthinin sahəsini tap. Deməli, radiusumuz verilib 4. Bu radiusdur. Bu da hündürlükdür. Hündürlük də verilib 6. S tam bərabərdir. 2 pi r kvadratı üstəgəl 2 pi r h. Bu sizin düsturunuz. Düsturda verilənləri qoyuram yerinə. 2 vurulsun 3,14 vurulsun 4'ün kvadratı. Elə yazaq ki, yerləşsin. Bu hündürlük. Üstəgəl 2 vurulsun 3,14 vurulsun. R'imiz 4'dür, h'ımız da 6'dır. Deməli, 2'ni vururam 3,14'ə, vururam 4'ün kvadratına. 2 vurulsun 3,14 vurulsun 4'ün kvadratı 100 tam %48 üstəgəl. Yine 2'ni vururam 3,14'ə, vururam 4'ə, vururam 6'ya.
150 tam %72 ve bunları topluyorum. 251 tam onda 2 kvadrat metr. Deməli, gəlin kalkulyator burada açaq. B variantına keçək. B variantında bu dəfə bizə diametr verilib. Bu diametrdir. Diametr 200'dür. Bu da bizim hündürlüyümüzdür. Hündürlük də bərabərdir 60. İndi S tamı tapmaq üçün S tam bərabərdir. 2 vurulsun 3 tam %14 vurulsun D ilə yazacağıq bu dəfə. D ilə düsturu qeyd edək. Oturacağın düsturu olacaq pi d kvadratı bölünsün 4. 2 dənə də 2 vurulsun pi d kvadratı bölünsün 4. Üstə gəl. Yan səthi D ilə belə olacaq. Pi d vurulsun h. Bu da bərabərdir. 2 vurulsun 3 tam %14 vurulsun 200'ün kvadratı bölünsün 4. Üstə gəl. 3 tam %14 vurulsun 200 vurulsun 60. Bərabərdir. Kalkulyatordan istifadə edərək tapacağıq. 2'ni vururam. Sürətdə 3 tam %14'ə vururam 200'ün kvadratına, yəni 200 vurulsun 200'ə. Aldığım cavabı məxrəcdəki 4'ə bölürəm. 62.800. Üstə gəl. İndi digər. 3 tam %14 vurulsun 200 vurulsun 60. Bu da edəcək 37.680. İndi bunları toplayıram. 62.800 üstə gəl. 37.680. 100.480. Keçirik C bəndinə. C bəndində bizə burada radiusu verib 80, hündürlükdə 400'dür. R bərabərdir 80'ə, H da bərabərdir 400'ə. S tam bərabərdir. 2 vurulsun pi vurulsun 2 pi r kvadratı üstə gəl. 2 vurulsun pi 2 pi r vurulsun h. Bərabərdir. 2'ni vururam 3 tam %14'ə. Vururam 80'in kvadratına, yəni 2 dənə 80'ə. 4192 üstə gəl. 2'ni vururam 3 tam %14'ə. Vururam 80'ə. Vururam 400'ə. İndi toplayıram. Edəcək 241.152. Davam edirik 5-ci tapşırıqla. Fiqurların tam səthinin sahəsini tap və sahələrinə görə ardıcıl nömrələ. Deməli, əvvəlcə birinci fiqurun üçbucaqlı prizmanın sahəsini tapaq, tam səthini. S tam bərabərdir. 2 vurulsun. S oturacağı tapacağıq əvvəlcə. S oturacaq üçbucaq idi. S oturacaq üstə gəl S yan. Elə yazaq ki, amma yerləşsin də. Düsturu bilirsiniz artıq. Mən düsturu təkrar yazmayacağım. Bura birbaşa tam səthi tapacağıq. Demək, burada 2 dənə oturacaq var. Ona görə 2 vurulsun. S oturacağın düsturu 2'də 1 vurulsun. Oturacağın tərəfi 10'dur. Həmin tərəfə çəkilən hündürlük 12'dir. Üstə gəl. Üstə gəl. S yanı yazıram indi. S yan. Deməli, bir üzü budur. 5 vurulsun. Bura 13. 5 vur 13. Üstə gəl. Digər üzü də burada. O da 5 vur 13. Üstə gəl. Digər üzü də bu bizə baxan budur. Yəni 5 vurulsun o.
5 vurulsun 10. Bərabərdir. Demək 2 ilə 2 də 1 gedir. Oturacaqlar eləyir 120. 5 vur 13. 65. 65 və 50. 65'lər toplayıram 130. Üstünə 120 gəlirəm. 250 üstünə 50 gəlirəm 300. Bunun sahəsi 300 kvadrat santimetr etdi. İndi keçirəm silindiri tapmağa. Silindirin də sahəsi 2 vurulsun, pi vurulsun, r-in kvadratı bu r-dir. Üstə gəl, 2 vurulsun, pi vurulsun, r vurulsun, bu da h-dır. H bərabərdir. Deməli, 2-ni vururam 3/114'ə və vururam 4'ün kvadratına, yəni 16'ya. Eləyir 100/48 üstəgəl. Sonra 2'ni vururam 3/114'ə, 4'ə və 6'ya. Bu da eləyir 150/72. İndi bunları toplayanda bu da edəcək 251/2. Bunun da sahəsi 251/2 kvadrat santimetr. Keçək üçüncüyə. Bu da üçbucaqlı prizmadır. Deməli, burada da bilirik ki, S tam bərabərdir. 2 vurulsun, S oturacaq. Yəni 2'də 1 vurulsun. Üçbucağın oturacağı, həmin tərəfə çəkilən hündürlük. Böyle bir adı, bu da H adı. Üstə gəl, S yan. S yanları yazaq. Baxın, yan səthinin biri budur. 8/2 vurulsun 4. Üstə gəl. O həmin üzdən biri də bu tərəfdədir də. Burada. 8/2 vurulsun 4. Biri də buradır. 4 vurulsun 3/6. Bərabərdir. Demək, burada 2 ilə 2 gedir. 3/6'nı vururam 8'ə. 28/8 üstə gəl. 8/2'ni vururam 4'ə. 32/8. Bundan da 2 dənədir. Üstə gəl. 4'ü də vururam 3/6'ya. Bu da elədir 14/4. Deməli, toplayaq. 28/8'in üstünə gəlirəm. 32/8'i və 14/4. 108/8. Bunun da sahəsini tapdıq. 108/8 kvadrat santimetr. Qaldı sonuncu. Bu da silindirdir. S tam bərabərdir. Demək, bu bizim radiusumuzdur. Bu da bizim hündürlüyümüzdür. 2 vurulsun, pi vurulsun, r-in kvadratı. Üstə gəl. 2 vurulsun, pi vurulsun, r vurulsun, h. Bərabərdir. Bunu hesablamaq üçün 2 vurulsun, 3/114 vurulsun, 3'ün mürtəzə xərcini çıxara bilərsiniz. Birinci toplananda 3 qalır, burada da 10 qalır. Deməli, 2 vurulsun, 3/114 vurulsun, 3. Deməli, bu vurmanın cavabı eləyəcək 18/84. Mürtəzənin də cavabı 13. 244/92. İndi baxaq görək. Ardıcıl nömrələyəcəksə, ən balacası budur. Buraya yazıram 1. Sonra gəlir 244. Bu 2. Sonra bu 3. Bu da 4 ən böyüyü. Keçsək 6'ya. Davam edirik. Rəngsaz şəkildəki kimi 2 boya rulonu aldı. Hansı rulon bir dəfə fırlandıqda daha çox sahəni rəngləyər və nə qədər? Uyğun rulonu qeyd et. Deməli, burada rulonların bizə hündürlüyü və diametri verilib. Hündürlüyü və diametr. Kiçik rulona baxırıq. Daha doğrusu hündürlüyü, yəni uzunluğu kiçik olan nəzərə tutdum. Gəlin buna mavi deyək. Buna da qırmızı rulon deyək. Burada biz bunun yan səthinin sahəsini tapmalıyıq. S mavinin yan səthi bərabərdir. Yan səthin düsturu 2 pi r vurulsun h-dır. Yəni 2 pi r uzunluğu, çevrənin uzunluğunu vurmalıyıq hündürlüyə. O da pi vurulsun d olacaq. Çünki bizə diametr verilibdir. Pi 3/114, diametrimiz 10, h-da 15.
bərabərdir. Deməli 3 tam %14'ü vururam 10'a, sonra da vururam 15'e. Edəcək 471. İndi S qırmızının yan səthinin sayısını tapacağım. Burada da pi diye vurulsun haşlı düstur. 3 tam %14 vurulsun. D'miz 8, haşımız da 20'dir. Bərabərdir. 3 tam %14'ü vururam 8'e ve 20'ye. Edir 502 tam onda 4. Onda hansı daha çox rəngləyər? Təbii ki ikinci rulon. Çünki ikincidə daha böyük oldu. Cavab olarak yaza bilərik ki ikinci rulon. Bu birinci, bu da ikinci. Uygun rulonu qeyd et. Böyük olan budur. Yani bu. Ne kadar böyükdür? 502 tam onda 4 çıxılsın 471 bərabərdir. Deməli 502 tam onda 4'dən 471'e çıxıram. Edir 31 tam onda 4. Bu kadar çoxdur. Suallar bu kadar uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.